Bağışlayan və mehriban Allahın adı ilə. Mərhum Ayətullah Kəşmiridən mübarək Ramazan ayı ilə bağlı 9 ali tövsiyə. 1. Kəmiyyət yox, keyfiyyət ardınca olun. Ayələri və duaları sadəcə xətm etməyə çalışmayın. Onları həzm etməyə və ruhunuza hopdurmağa çalışın. Az qidanı yaxşı çeyniyin ki, canınızın bir hissəsinə çevrilsin. Bizim ən böyük problemimiz dinə və şəriətə səthi yanaşmağımızdır. Öz-özünüzə düşünün ki, əvvəlki illərdə kəmiyyətinə önəm verdiyiniz əməllərlə hara çatdınız? Ramazan ayının başlanğıcında mütləq niyyət edin ki, yalnız Allaha xatir oruç tutacaqsınız. Yalnız Allaha xatir oruculuq qaydalarına istək və həvəsiniz qədər əməl edin. 2. Oruculuğun sirli saatlarının bir neçə dəqiqəsini ən üstün ibadət olan təfəkkürə ayırın. Özünüz və Rəbbinizlə xəlvətə çəkilin. Xüsusilə də Allah Taala'nın sizinlə olan münasibəti barədə düşünün. Ümid var ki, mərifət qapıları üzünüzə açılsın. 3. Ramazan ayında bəndəliyin ən mühüm məqamlarından biri Peyğəmbər Əkrəm Salavatullahın təkidlə tövsiyə etdiyi uzun səcdədir. Bəndəlik səcdəsi zamanı rəhmət buludlarının başınıza hansı bərəkətin yağdırdığını yalnız Allah və onun övliyaları bilir. Gün ərzində mütləq bir uzun səcdəniz olsun. 4. Mümkün qədər öz evinizdə iftar edin. Hətta məscidlərdə belə iftar etməyin. Qoy iftarın bərəkəti və o anın qəbul olunmuş duası ailənizə və evinizdə qalsın. Eyni zamanda iftar vaxtı naz edin. Allaha naz edin. Çünki ona xatir oruç tutmusunuz. Kərəm süfrəsini açan da odur. İlk loxmanı ağzınıza yaxınlaşdırın, amma yeməyin. Dua edin və deyin: əgər istəyimi versən, iftar edərəm. Bu hal möcüzələr yaradır. 5. Ramazan ayında ilahi qonaqlığın təsirlərindən davamlı bəhrələnməyin sirri gözəl əxlaq kimyasıdır. Övladlarınız, yaxınlarınız və dostlarınızla mehriban davranın. Qəzəbləndiyiniz an bu ilahi ziyafətdən qovulduğunuz andır. 6. Ramazanın röya gəmisi nicat sahilinə yalnız göz yaşları ilə çatır. Bu ayda xüsusən də sehirli sübh çağlarında Allahdan ağlamaq və göz yaşı tökmək qabiliyyəti diləyin. 7. Ramazan ayının əvvəlindən hədəfiniz bu ayın canı olan Qədr gecəsi olmalıdır. Bu haqda söz çoxdur, lakin sirrin pərdə arxasından çıxması məsləhət deyil. Sadəcə çalışaq ki, Qədr gecəsi ayda deyil, bizim özümüzdə baş versin. 8. Bu ay bizim Qur'an baharımızdır. Bu Qur'an baharında hər gün bir ayə seçin və iftara qədər vaxtaşırı onu oxuyub üzərində düşünün. Ümid var ki, iftar vaxtı həmin ayə həqiqəti sizə göstərsin. 9. Bütün Ramazan ayı boyunca diqqətiniz həqiqi oruç tutan və kamil insan olan İmam Zaman əleyhissalam ağadan yayınmasın.